Salam, hörmətli icrayəcəyəm. Səhərsi evlərinə bağı vacib bir xəbər var. Zəhmət olmasa videonu bəyənin, qoy hamı bilsin. Deməli, daşınmaz əmlakı məsələ üzrə Dövlət Komitəsi məlumat verib ki, daşınmaz əmlakı reyestri və kadastrının əlaqədə yaradılmış elektron qurumun heç bir sənədsiz evlərinə əlaqəsi yoxdur. Yəni ki, sənədsiz evlərə Xəzər xəbər verdiyi məlumata görə sənəd verilməyəcək. Hansı evlərin hüquqi müəyyən edici sənədləri var, onları verəcək. İndi mən hüquqşünas Zaur Seyidzadə demək istəyən nə etmək lazımdır? Əgər kiməsə maraqlıdırsa, video sonuna qədər izləsin ki, hər şey aydın olsun. Eyni zamanda onu qeyd edin ki, əlavə hüquqi məsləhət almaq üçün mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalı qeyd olunub. Eyni zamanda YouTube kanalı şot yapılmasını istənilən videonun üzərində var. Mən istəyirəm ki, az təminatlı ailə, əlilliyi olan şəxslər hamı öz hüquqlarını bilsin. Ona görə ki, mən də əlilliyi olan şəxsəm, mən başa düşürəm ki, insanların necə əziyyət çəkir. Yəni çətin olur, hüquqlarını bilməyənlər. Mən məsələn özüm hüquqşünas olmağa baxmayaraq əlil arabasındayam. Yəni hüquqlarımı bilmə sahəsində müəyyən qədər özümə dəstək ola bilirəm. Bilmədiyim halda çətinlik olur. Ona görə hamı bilməsi üçün bəyənin videonu, zəhmət olmasa. Bəyənin keçən mövzuya. Deməli, dövlət qurumu deyir ki, sənədi olmayan evlərə sənəd verilməyəcək. Yəni sənədsiz tikili evlər. Yəni bu söhbət nədən gedir? Gecə qonduranlar. Belə ki, bir şey deyim. Bütün tikintiyə Hacı Baba müəllim gələnə qədər sənəd verilirdi. Hacı Baba müəllim gələndən sonra dayandırıldı. Yəni vermədi. Yəni mən sizə bir şey deyim. Hətta siz sənədsiz ev tikmişsinizsə mütləq qaydada onun hansı bir arxив sənədi var. O arxив sənədi axtarın tapın. Onun əsasında ya reyestri idarəsinə müraciət edə bilərsiniz, reyestri kadastr idarəsinə elektron qaydada. Yəni ki, əgər sənəddə problem varsa, ola bilsin icra hakimiyyətinin sərəncamı olsun, ola bilsin bələdiyyə sənədi olsun, ola bilsin Sovet vaxtı ev kitabçası deyirdi, ondan olsun. Yəni müxtəlif sənədlər ola bilər. Ona görədir ki, orada bilsin məhkəməyə müraciət edə bilərsiniz. O sənədlərə baxmaq lazımdır. Ola bilsin ki, həmin sənədlərdə sizin adınız olmasın, belə deyək, dədə-baba sənədi olsun. Yəni daha keçmiş zamanlar əhatə edən bir sənədlər olsun. Nəzərə alın. O arxiv sənədlərini axtarıb tapmaq lazımdır. Sorğular vermək lazımdır, müəyyənləşdirmək lazımdır ki, filan ünvan neçənci ilə qədər kimin adına olub. Onu müəyyənləşdirmək lazımdır. Ondan sonra, bəli, yəni müraciət etmək lazımdır, sənəd almaq lazımdır. Ya məhkəmə qaydasına, ya da dediyim kimi reyestri idarəsinə. Amma sizə belə bir şey deyim. İndi bura qışqırır deyirdi ki, sənədsiz evlərə sənəd verəcək, falan başımıza verəcək. Və nə oldu? Daha o qurumun yaradılmasının mənası nədir? Onsuz da mən hüquqşünas kimi deyən ki, həmişə bir evin sənədi kötüyü varsa, nəsə varsa, onun əsasında sənəd almaq olur. İndi də olub, keçmişdə də olub, gələcəkdə də olacaq. Və hansı söhbətdən gedir? Deyir ki, bu yəni inkişaf gedir, sənədlər verəcək. Mənə bir nə olacaq? Heç nə olmadı ki, yenə həmin qayda oldu. Bir abıçıqdır, hörmətli icrayıcı. Nəzərə alın. Vacib bir məsələdən biridir. Belə də deyirlər ki, hüquq müəyyən edici sənədləri olan evlərə yəni çıxarış verəcək. Onsuz da hüquq müəyyən edici evlərə, yəni sənədləri olan evlərə sənəd verildi. Daha nə oldu? Və bir ay yox, bəlkə 7-8 ayda qışqırırlar ki, evlərə sənəd verəcək. Nə oldu? İnsanları niyə aldadırlar? Hörmətli icrayıcı, yeni qanuna görə, yəni bir daha məlumatı qeyd edirəm. Bələdiyyə, yəni qiymətləndirmə əsasında evinizi siz sata bilər. Gedin düşünün onun üstünə, gəlsin qiymətləndirsin, gəlsin, yəni qiymət qoysun evə və müqavilə əsasında alın, ondan sonra gelin çıxarış alın. Bir variant da bu. Digər variant ondan ibarət ki, ola bilsin sərəncam olsun, kiminsə adına axtarın tapın, həmin adamın adına etibarnamə alın, yəni sonra gelin evi öz adınıza rəsmiləşdirin. Bir variant da bu. Ola bilsin dədə-baba evi olsun, dədə-baba evi olsa vərəsə kimi məhkəməyə müraciət edin və vərəsəyi qəbul edin, onun da əsasında evi sənədləşdirin. Ev yoxdur ki, yəni belə deyək, onun sənədi olmasın. İndi müəyyən evlər var ki, sənədi yoxdur. Burada hansı evlərdir belə deyək, 2000-dən sonra tikilən evlər, bir də bizim Qaskın məcburi köçkünlərin tikdiyi ev.
Yəni onun ola bilsin sənədi olmasa, onun hətta bəzilərinin sənədi də var. Nəzərə alın, o da olmalı. Hansısa bir sənəd mütləq qaydada olmalı. 2000-ə qədər 100% sənədlər var. Bundan mən arxayınam. Hansısa ev 2000-ə qədər tikilibsə, orada nəsə bir sənədi var. Mən şəxsən inanmıram ki, yəni sənəd olmasın. Hörmətli izləyicəm. Yəni baxmaq lazımdır sənədlərə. Baxın, bugün insanlar gözləyir ki, bizə sənəd verəcək. Heç kimsə sənəd verməyəcək. Özünüz gedin məhkəməyə müraciət edin və yaxud adiyyətli qurumlara. Heç kim gəlib qapıda sizə sənəd verməyəcək. Nəzərə alın, hörmətli izləyicəm. Aldanmayın, vaxtınızı itirməyin. Əsas məsələdən biri də budur. Həmin əvvəlin ki, hansı sənədləri yansıqdır, həmin əvvəl siz əgər məcburiyyətlə verdiyə almışsınızsa, 2 variantda alın. Tövsiyə edərəm. Birincisi tövsiyə edərəm ki, almayın, sənədi olan ev alın. Əgər yox, qiymətinə görə, ucuz olduğuna görə almışsınızsa, bunu belə bir formada alın. Deməli, birinci variant. İlkin alqı-satqı müqaviləsi bağlayın. Onun teritoriya əsasında bağlanır. Evin teritoriya olsa notarius təsdiq edir. İkinci variant onun ibarətdir ki, əgər hansısa bir sənəd yoxsa, təsdiq edə bilmişsizsə, evin belirli kommunal xidmətləri varsa, işıq, su, qaz və digər kommunal xidmətləri varsa, o halda gedin mediasiyada sazişi bağlayın ki, fankəsə borcun yerinə mənə mənzil təhvil verməyə ehtiyac eləmir. Təxmini bu məzmunda bir sazişi bağlayın ki, gələcəkdə əl üzrə sənəd olsun. Sonra o adamdan etibarnamə alın ki, müəyyən işlər görməyə. Yoxsa boş etibarnamə alırsınız, müəyyən müddət keçir, ya etibarnamənin vaxtı bitir, ya şəxsi vəfat edir, dünyasını dəyişir, ailə üzvə təzədən etibarnamə vermək istəmir və yaxud verə bilmir. Ona görə ki, evin sənədi yoxdur, mülkiyyət qararı vəfat etmiş şəxsin adına nəzərə alın. Ona görədir ki, siz hörmətli izləyicə, biraz ehtiyatlı olun o məsələdə, yəni ki, sənədləşdirdiyiniz zaman. Mütləq qaydada, yəni ki, ya dediyim kimi, ilkin alqı-satqı müqaviləsinə eyin, ya da ki, dediyim kimi, sazişi bağlayın ki, ərizdə əsas olsun. Sonra hətta vətəndaş sağ da olsa, etibarnamənin vaxtı bitsə və yaxud da özü də vəq edə bilər. Eyni zamanda sonra ailə üzvlərinin problem yaşayıb gəldiyi ki, ailə üzvlərim razı deyil, boşanıram və yaxud neyəyəm, ona görə qayıtlar təzədən də sənədləşdirə bilmirsiniz, problem olur. Ona görə dediyim kimi, ya saziş ya da ilkin alqı-satqı müqaviləsi. İlkin alqı-satqı müqaviləsi sənədsiz əvvəllə bağlı almaq olur. Amma ki, onu da qeyd edin ki, sənədli və alqı-satqı müqaviləsi. Bunlar fərqli şeylərdir. Qeyd eləmişəm bu barədə. Bunun əvvəlki olan videolarda var, izləyə bilərsiniz. Dediyim kimi, kimin nə sualı varsa fərqli qaydada WhatsApp səsinə göndərsin, cavab verəcəm. Hörmətli izləyicilər, diqqətinizə görə sağ olun. Sağ olun.